Salam əziz Azərbaycan xalqı. Bir məsələ ilə bağlı yenə istərdim fikirlərimi bölüşüm və təbii ki etirazımı bildirim. Bildiyiniz kimi mobil operatorlar yenə öz intisarçı mövqelərindən istifadə edərək insanları soymağa, talamağa yeni variantlar tapıblar. Əvvəlcə bu intisarçılıqdan istifadə edərək insanların cibindəki son manata da göz dikən mobil operatorlardan biri Azərsel başladı bu kampaniyanı və belə məlum oldu ki, gündə 1 manat ödəməsək nömrələrimiz işləməyəcək. Sonradan düzdür buna ay tarif götürün, tarif paketi 30 gün haqqı qalır kimi donlar geyindirməyə çalışırlar, elədilər. Biz dedik, yoxdur, indi mobil Azərsel əgər bunu eləyibsə, indi digər mobil operatorlar var, Baksel var, Nar var, yəni onlardan istifadə edərik. Amma məlum oldu ki, bir gün, 2 gün sonra Baksel aşağı yuxarı eyni tarif qiymətlərini qaldırdı. Ondan sonra Nar da yenidən yeni tarifləri elan elədi. Mən belə başa düşdüm ki, burada gizli razılaşdırılmış intisarçı mövqedən çıxış edən bir xalqa qarşı təxribat və komple var. Və bilirsiniz, biz zaten cərimə ödəyirik, zaten bahalı qiymətə qaz alırıq, işıq alırıq, su alırıq, kommunikasiya xətləri, nəqliyyat bahalıdır və onun üstə keyfiyyəti o qədər də ürək açmayan və regionda, Cənubi Qafqazda ən baha mobil operatorları biz işlədirdik. Yəni istər bu danışıq dəqiqələrinin ümumi qiyməti olsun, istər internetin qiyməti olsun, istər internetin keyfiyyəti və surəti və paketlərin tərkibi və üstə gəldə mobil operatorlardan biri Baksel də hətta 30 gündə 28 günə indirib və bir mənada 12 aydan 13-cü ayda düzəldir ki, nədir insanlar aylıq paketlər götürəndə bir ildə 12 ay yox, 13 ay ödəsinlər. Yəni bunlardan olsa ayımızı 15-20 aya çıxardarlar ki, tək hər ay ödəniş eləyək. Yəni mən buradan indi onların bu inhisarçılığını, onların xalqa qarşı bu hörmətsizliyini, sayğısızlığını qoyuram bir kənara. Niyə? Çünki bunlar üçün pul qazanmaq, gəlir əldə eləmək bütün mənəvi dəyərlərdən, hər şeydən yüksəkdir. O baxımdan bunları tutaq qoyduq kənara. Amma bizim İqtisadi İnkişaf Nazirliyimizin tərkibində səhv eləmirəmsə anti-inhisar idarəsi var. Onlar niyə buna reaksiya vermir? Dövlət qurumları niyə buna reaksiya vermir? Yəni bizim vətəndaşları hər holding, hər böyük şirkət, hər nə bilim Şərurlu İsfəndiyarı, hər nə Azərseli, Bakseli, hər yoldan keçəni yəni bunlar hər yoldan keçən şirkət, hər holding, hər varlı bizim xalqı talamalıdırmı, bizim xalqı əzməlidirmi və bizim xalqın hüquqlarını kim qorusun, necə qorusun? Biri çıxıb deyir ki, xalq savadsızdır, başa düşmür biz neyinik. Mən niyə hər ay tarif almalıyım, tarif paket götürməliyim? Mənim imkanım varsa ödəyirəm, yoxdursa danışmıram. Yəni bunlar birazdan artıq, yəni milyonlarla abunəçinin olduğunu qarantiləyib artıq müxtəlif şərtlər çıxardacaqlar. Tək bizdən ödəniş çıxsın. Zaten müxtəlif adlarla bilirsiniz, istər müxtəlif mobil operatorlar müxtəlif adlarla ay oyun yükləmişsən, ayda pul çıxır. Ay əvvəl başlayır 10 qəpiklə, bir də 2 ay sonra görürsən ki 10 qəpiklik kampaniyasına artıq 60 qəpikdən çıxır. Yəni bu adamların Azərselin 5 milyondan artıq abunəçisi var. Bu biz ayda bunlara fikirləşin indi 30 manat yükləsək, hər abunəçidən 30 manat alsa, bu illik milyard yarım, 2 milyarda yaxın pul eləyir. Yəni indi hesablasa digər, yəni biz nə qazandığımızı da bunlara mı yedirdik? Yəni mən anlamıram. Yəni bu şirkətləri də bir vicdana səsləyirəm, bir vicdanlarının səsini eşitməyə səsləyirəm. Olmaz insanları belə talamaq. Zaten ən gəlirli, ən rentabelli şirkətlərdən öndə gələnlərsiniz. Zaten insanlar elə gecə-gündüz sizə pul xərcləyirlər. İndi insanların internetindən azad çıxışı var, yəni çıxış əldə edə bilirlər deyə ondan da mı istifadə edir? Əgər belə getsə, yəni mən xalqı nəyə çağırıram? Əgər belə davam eləsələr mobil operatorlar, biz partiya olaraq xalqa səsləniş eləyəcəyik və xahiş eləyəcəyik ki, ən azı mən başa düşürəm, indi müasir aləmdə mobil operatorlardan tutaq ki, bu imtina eləmək mümkün olmur, işlərimizlə bağlı, əlaqələrlə bağlı, amma hər halda biz elan edib bir həftə, hər ayda bir həftə 10 gün boykot eləyə bilərik və hər ayda hər birimiz bu mobil operatorlardan 1 manat belə yükləməsə, mən bilirəm ki, bir həftə dözə bilərik.
bir həftə bunlara 1 manat yükləməsək, 1 manat da yükləməsək, bu mobil operatorlar 2 aya bizim xalqın ayağına gələcək və xalqla hesablaşacaq. Yəni əgər mobil operatorlar belə eləmirsə, biz də xalq olaraq gücümüz nədir? Boykot eləməkdir. Bunların xidmətlərini almamaqdır. Bunların xidmətlərini boykot eləməkdir və bunları cəzalandırmaqdır. Bu dünyada belə mexanizmlər işləyir. Odur ki, mən etirazımı bildirəm, kəskin şəkildə xalqın talançılığına son vermək lazımdır. Xalqın cibinə girmək lazım deyil və təbii ki, aidiyyatı qurumlarda bu qanunsuz fəaliyyətin qarşısını almağına səsləyirəm. Biz AK Parti olaraq hər zaman xalqımızın yanındayıq və yanında da olaraq qalacağıq. Sağ olun.